Şuravinin axır rəhbəri Ağay Qorbaçov ki, dünyadidə və əhli fikr bir adam idi. 2 dənə mühüm bərnaməsi var idi ki, mühümmi Glasnost idi. Glasnost rus dilində yəni şəffafiyət və azadi irtibatat və nəqd. Deyirdi ki, bir salim sistem Glasnostundan eləyə bilər etimadları özünə daha artıq cəlb eləyə və əgər bir sistemdə bir iddə fasid və çəpavılgər bir adamlar var, eləyə bilərlər Glasnostundan islah və ya sistemdən ixrac olalar. Ki, əlbəttə, tarix göstərdi ki, bu sistem bu yükün altından çıxamadı. Deyə bilərəm saat dünyasında bu gözəl Polo Santa Barbara nümunə Glasnost'dur. Bu gözəl motoru Epson Japonisin mərkəzi tamaşaya qoyub dal qabaq açıq, onun atmosfer suyun qabağında təhəmmülü var. Gözəl hərəkət çərxdən hərəkətlərindən əlavə materialın da peş çəkir.